Hər kəsə salam, kanalıma xoş gəldiniz. Bugün biz sizinlə informasiya miqdarının ölçülməsi suallarının davamına baxırıq. Dərslərə qoşulmaq üçün sertifikasiya miq abituriyentlər üçün aşağıda nömrələr buraxmışam. Təsvir bölməsində həmin nömrə ilə mənimlə əlaqə saxlaya bilərsiniz. Başlayaq sualın davamına. Deməli, deyir ki, informasiyanın ölçü vahidlərinin azalan sırasını müəyyən edin. Yəni, baxaq. İlk növbədə bir-bir bunların hamısını ortaq bir vahidə gətirmək lazımdır ki, bunları müəyyən edək ki, azdan çoxa, çoxdan aza hansı formada düzə bilərik. Məsələn, birinci bizə veribdi 2049 bayt, düzdür? Biz buradan məlum məsələdir ki, 2048-i tanıyırıq. 2048 üzərinə gəlsin 1 bayt şəklində yazsaq, təbii ki, bunun hər ikisi bayt şəklindədir, bərabərdir. Mən bunu kilobayta çevirmək istəsəm, 2 üstündə 10-a bölməliyəm, düzdür? Hər iki tərəfi bölməliyəm, lakin xırdalayıram. O zaman bu 1 kilobayt üzərinə gəlsin 1 bayt olaraq qalar, düzdür? 1 kilobayt 1 bayt. İkinciyə baxaq. İkinci 2 kilobaytdır. Tamam, olduğu kimi qalsın. Üçüncü 1 megabaytdır. 1 megabaytın bərabərdir. Megabaytdan kilobayta keçəndə 2 üstündə 10-a vurmalıyam. Bu da eləyəcəkdir 1024 kilobayt. Yəni bu şəkildə tamam. Dördüncü 1 megabayt yəni. Dördüncüdə 1025 kilobayt yazılıbdır. Hamısı kilobaytdır deyə bunu olduğu kimi saxlayıram. Beşinci. Baxaq, burada verib bizə 32 gigabayt. Artıq burada biraz vəziyyət fərqlidir. Aydın məsələdir ki, kilobayt, megabayt, gigabayt. Gigadan kiloya gəlmək üçün 2 üstündə 20-yə vurmalıyam, düzdür? Bunun özü 2 üstündə 5 deməkdir. Bir də vurulsun 2 üstündə 20. Yəni, ümumilikdə 2 üstündə 25 kilobayt eləyər bunun nəticəsi. Aydın məsələdir ki, 2 üstündə 25 digərlərindən daha böyükdür, ən böyüdür. Məndən azalan sıranı istədiyinə görə ən böyüyüm demək ki, olacaqdır 5. Yazıram bura 5, virgül. Daha sonra müqayisə edirəm. Burada var 1025, 1024 kilobaytım, 2 kilobaytım və bu. 1025 hamısının daha böyük olduğuna görə sonra gələr 4. Sonra 1024 kilobaytım 1025-dən daha kiçik olduğuna görə onu yazaram 3. Sonra yazaram 2, sonra yazaram 1. Elə bu arzuqla 5, 4, 3, 1, 2 ilə 2, 1-ə bir dənə baxım. 1, 2, 2, 1. Deməli, 5, 4, 3. Bunların fərqi nədir? 1, 2 ilə 2, 1-in. İkincidə deməli kilobayt, 2 kilobayt olduğu kimi saxlamışam. Burada da məndən azalan sıra ilə istəyir, düzdürmü? 1 kilobayt, 1 bayt. 1 kilobayt, 1 bayt daha az daxı. 3, 2, 1 şəklində olmalı. 2049 bayt. 2049 bayt. Bunu mən 2 üstündə 10-a böləndə bu 2 eləyir. Yəni, burada 2 kilobayt üstə gəlsin 1 bayt olmalıdır. Bu 1, 2 eləyir ona görə. Bəli, bunların yeri dəyişik olur. 3, 1, 2 şəklində olur. Bəli, bunları ixtisar düz aparmamışıq. Tamam. Gələk 52-yə. Baxaq 52-ci suala. Deməli, deyir ki, 16 megabayt bərabərdir. 2 üstündə 4 üzərinə gəlsin x. İndi x-i müəyyən edin. Burada bayt. Hər iki tərəfi bərabərləşdirməliyəm. Bura megabaytdır, bura baytdır. Ona görə 16 megabaytdan bayta keçməliyəm. Nətər idi? Bayt, kilobayt, sonra megabayt idi, düzdür? Megadan bayta gəlməkdən sonra əksinə gələndə 2 üstündə 20-yə nə etməliyəm? Vurmalıyam. İndi vuraq 2 üstündə 20, hər ikisini bayta gətirirəm. 4 üstə gələ x. Bunları artıq yazmağa ehtiyac yoxdur. Yanındakı vahidləri. 16 2 üstündə 4 deməkdir. Dəqiqə. 16 2 üstündə 4-dür. Bunları bir-birinə vuranda 2 üstündə 24, üstlər toplanır. Bərabərdir 2 üstündə 4 üstə gəlsin. X əsaslar eyni olduğuna görə qüvvət üstləri. 24 bərabərdir 4 üstə gəlsin x. X də bərabərdir 20-yə. Bəli, ona görə cavab eləyir B variantı. Gələk 53-ə. Deyir ki, 38 gigabaytlıq tam dolu flash yaddaşdan
4 GB-lıq 4 ədəd video faylı. Burada hələ ki 38 GB-ı qoyuram kənara. Nə deyirsə onu yazmağa çalışıram. 4 GB-lıq 4 dənə video fayl. Tamam. 4 dənə 4 GB-lıq bura yazıram video. Sonra nə deyir? 5120 MB-lıq 4 ədəd səs faylı. 4 dənə 5120 MB-lıq səs. Sonra 4096 KB-lıq 12 ədəd mətn faylı. Bunu da yazdıq. Bu mətn. Bu əslində bir yandakı nə olduğunu yazmasız da olar. Görəsiz deyə yazıram. 2096 MB-lıq da video faylı yazılarsa. MB-lıqda video yazılarsa, flaşətdə olan informasiyanın həcmini bitlə müəyyən edin. Deməli, bu mətn faylı silinərsə, bunlar silinəndir. Bunlar silinəndir. Bu yazılandır. İndi yadınıza gəlir, sizə həmişə mən izah edirdim ki, bu vedrə məsələsi və yaxud da yeşik məsələsi sizin doludur vedrəniz. Düzdür? Məsələn, bu vedrənin həcmi atıram 23 litrdir. Elə. Buradan deyirsiniz, tutaq ki, siz 2 litr bir götürürsünüz, 1 litr bir götürürsünüz, sonra nə bilim 3 litr bir götürürsünüz. Bu şəkildə götürəndən sonra burada sizin boş qalan yeriniz olur. Düzün, bu boş qalan yer sizin silinəninizin həcminə bərabərdir. Və yazılanda həmin o boş yeri doldurur, düzdür? Yəni sizdə ümumi əgər doludursa, flash yaddaşınız doludursa, 38 GB-dan bu silinənlər çıxıb, təzədən üzərinə bunu əlavə eləməklə siz orada olan informasiya həcmini müəyyən eləmiş olursunuz. Yənisi, bura belə yazırıq. Yazırıq ki, 38 GB, heç mən belə eləyərəm. Yəni, oturub burada qəşəng hamısını bir-bir çevirərəm. Yəni, məsələn, da gigabayta çevirmək məqsədilə. Bunun qabağındakı onsuz da səsi, videosu falan bizə ehtiyac yoxdur. Bunlara lazım deyil. Sadəcə silinən və yazılan söhbətini yadımda saxlamalıyam ki, deməli, bax, bu 3 dənəsi silinmişdi, bu yazılmışdı. Bir dənə bunun qabağına Y hərfi yaza bilsəm, yaxşı buraya yazaq. Buna toxunan kimi gedir. İndi hesablamağa çalışaq. Bax, bu, məsələn, gigabayt olduğu kimi qaldığına görə bu 16 gigabayt olaraq yazıram. Bu 5120 özü isə bərabərdir 4 vurulsun. Bu 5 vurulsun 2 üstündə 10 deməkdir. 2 üstündə 10 deməkdir megabayt olaraq. Mən bunu 2 üstündə 10-a bölsəm gigabayta çevirmiş olaram. Bunlar hesabı 5 gigabayt qalır. O da ümumilikdə 20 gigabayt. Sonra bu kilobaytı megabayta çevirməkdən ötürü 2 üstə 10-a bölsəm, bunlar xısar gedir, yuxarıda qalır 4. 4 dəfədə eləyəcək 48 megabayt. Bir dənə bunu megabaytla saxlaya bildim. İndi mənə deyir ki, bundan çıx, bunları birinci 16 gigabayt, sonra 20 gigabaytı, bir də 48 megabaytı. Bunları çıx, bunları çıxandan sonra da 2096-nın üzərinəcə yazacağım, bura üstə gəlinsin. 2096 megabayt. İndi gəlin bunu hesablayaq. Bu eləyəcəkdir 36. Bərabərdir. 38 GB-dan 36 GB çıxanda qalır 2 GB. 2 GB-dan çıxmalıyam 48 megabaytı və üzərinə gəlməliyəm 2096 megabaytı. Burada 2096-dan bu 48 megabayta çıxsam, deməli, neçə qalır? Elə 2048 qalır, eləmi? Denə yoxlayaq. 8, deməli, bəli, 2048 megabayt qalmış olur burada. Yəni, bu ikisini hesablasaq, buranı. 2048 megabayt olmuş olur. Və mən bunu da 2 üstündə 10-a bölməklə gigabayta çevirmiş olaram. O deyir 2 gigabayt. 2 gigabaytdan da gigabaytın da daha doğrusu üzərinə gəlsəm, çünki bu müsbət eləyir, üzərinə gəlsəm 2 gigabaytı bərabər eləyir 4 gigabayta. Məndən də cavabı bitlə istəyir. Ardıcıllığımız nətər idi? Bit, bayt, kilobayt, megabayt və gigabayt. 210, 220, 230, 233. Deməli, nə etməliyəm? 4-ə vurmalıyım 2 üstündə 33-ə. 4-ün özü 2 üstündə 2 olduğuna görə bunu 2 üstündə 33-ə vursam, eləyir 2 üstündə 35. Yəni, cavab eləyir burada A variantı. Gələk 54-cü sual.
Unicode kodlaşdırılmasında yazılmış. You must learn hard və ASCII kodlaşdırılmasında yazılmış. Everything will be okay cümləsinin informasiya həcmlərinin fərqini bitlə müəyyən edin. Bunu tapmaq üçün bizə lazımdır bunların simvollarının sayı hər birinin ayrı-ayrılıqda. 54-cü suala baxaq. Deməli, buradakı birinci you must learn hard'dakı simvolların sayını tapıram. Gəlin baxın neçə dənədir. 3, boşluqda sayıram 4. Sonra 4-ün üstə 4 gəldim. Bir dənə də 8. Sonra 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Ümid edirəm ki, düz saydım. Deməli, Unicode-da kodlaşdırılan neçə dənə oldu? 20 dənə. Eləmi? Gəlin bir də sayaq. Deməli, hard sözü 4 dənədir. Must sözü 4 dənədir. You 3 dənədir. 4, 4, 3 eləyir 11. Learn sözü də 5 dənədir. Deməli, 11 üstə 5 gəldi 16. Bir dənə nida var 17, 18, 19, 20. Hə, 3 dənə də boşluq. Deməli, 20 dənə simvolum var. Hər biri də 2 baytdan eləyir 40 bayt. Mən bunu hesabladım Unicode-da. Bir də ASCII-dəki informasiyanı hesablayaq. Everything sözündə deməli var 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. 22 dənə də simvol bunda var. 22 simvolda vurulsun 1 bayt bərabər eləyir burada 22 bayta. Deyir ki, informasiya həcmlərinin fərqini bitlə ifadə elə. Tamam, mən bu 40 baytdan çıxıram 22 baytı. Qalır burada neçə? Deməli, 18 bayt, düzdürmü? Məndən də bunu bitlə istəyir, heç nə. 18-i də vurmalıyam 8-ə. 64, 6 yadda, 8, 6 da yadda, 144. Cavab edir burada 144. Sonra gələk 55-ə. Deməli, 512 bayt üzərinə gəlsin 1,5 kilobayt, üzərinə gəlsin 2048 bayt cəmini kilobaytla ifadə edin, eləyək. Bax, yadınıza gəlir, biz baytdan kilobayt keçəndə 2 üstündə ona bölürdük. Bu 2 üstündə 9 deməkdir. İxtisar aparsaq burada 2-də 1 qalır. Bu 0,5 kilobayt edir o zaman. Düzdür. 1,5 kilobaytı okey, saxlayıram. Üzərinə gəlsin. Bunu 2 üstündə 10-a bölsəm, bunun özü 2 üstündə 11 deməkdir. Bu ixtisar gedir, qalır burada 2 kilobayt. Bir də gəlsin 2 kilobayt. Bərabərdir. Bu ikisi eləyir 2, bir dənə də bu eləyəcəkdir 4 kilobayt. Yəni 55-də cavab 4 kilobayt. Baxaq 56-ya. Qrafik təsvirin en və uzunluğuna olan piksellərin sayı uyğun olaraq budur. Bu təsvirin həcmi bu qədər olarsa kodlaşdırılması zamanı rəng dərinliyi. Bax, düsturum nə idi? A vurulsun B vurulsun kiçik n. Sənə deyir ki, piksellərin sayı 256, 256-dır. Yəni, 2 üstündə 8 vurulsun, 2 üstündə 8 vurulsun. Kiçik n-im bilmirəm nə qədərdir, amma həcmin bərabərdir 64 kilobayta. Və biz həmişə danışırdıq ki, bu kiçik n bitlə ifadə olunmalıdır. Ona görə sağ tərəfini 2 üstündə 13-ə vurmaqla bitə çevirirəm. Qayda budur, yəni bunun əzbərəməsi başqa yolu yoxdur. Ardıcılıq nə idi? Bit, bayt, kilobayt, megabayt. Kiçik n bərabərdir. 64 deyir 2 üstündə 6, vurulsun 2 üstündə 13, bölünsün, bu isə deyir 2 üstündə 16. İxtisar gedir, aşağıda qalır 2 üstündə 3. Bununla da bu ixtisar gedir, yuxarıda qalır 2 üstündə 3, yəni 8. Mənə nəyə soruşur? Rəngin dərinliyi, yəni rəngin dərinliyi olacaq da 8 bit. Okey, gedək 57-yə. Deyir ki, 1024 vurulsun 128 pikseldən ibarət olan qrafik təsvirin informasiya həcmi bu qədər olarsa. Bayaqki məsələdir. Düsturum A, yəni şaquli və üfüqi nöqtələrin hasili vurulsun kiçik n. Yazıram 2 üstündə 10, 1024 yəni vurulsun 128-i 2 üstü 7 kimi yazıram. Kiçik n-in qiymətini bilmirəm, amma bilirəm ki 64 kilobayta da ümumi həcmi bərabərdir. Bayaq danışdığımız kimi bu bitlə ifadə olunmalıdır deyə həmişə. Bu tərəfi 2 üstə 13-ə vururam, hər tərəfi bitə bərabər eləyirəm. O zaman kiçik n-in qiyməti bərabərdir, sağ tərəfi sol tərəfə bölürəm. 2 üstündə 6 vurulsun 2 üstündə 13, bölünsün 2 üstündə 17. 19-dan 17 çıxanda 2 üstü 2 eləyir, yəni cavab eləyəcəkdir burada 4.
Gələk 58-ə. Deyir ki, kitabın informasiya həcmi bu qədərdir. Tamam. 256 simvollu əlifba ilə. Bax, heç nə demirəm. 208 deməkdir. Bunu yazdıq, saxladıq. Bu lazımdır bizə. Əlifba ilə kodlaşdırılmış bu kitabın hər bir səhifəsində 32 sətir, hər sətrində 256 simvol mövcuddur. Kitabın neçə səhifədir? Bax, 3 dənə S var idi düsturda. S, vurulsun kiçik N. 32 sətir var. 256 simvol da var. S-in birini bilmirəm. Amma kiçik N-in qiymətini bayaq yazdıq ki, 8 bitə bərabərdir. Və deyir ki, həcmi nədir? 32 kilobayt. Bayaqki məsələ. Bit var, kilobayt var. Bərabərləşdirməliyəm. Buranın üstündə 13-ə vururam ki, bərabər olsun. O zaman bu dəyişəni tapmaq üçün bərabərin sağ tərəfini sol tərəfinə bölürəm. S bərabərdir. 32 vurulsun. 2 üstündə 13-ü bölməliyəm. 2 üstündə 5 ilə 2 üstü 8-i topluram eləyir. 2 üstündə 13 vurulsun 8. Yəni 2 üstündə 3. Bunlar gedir. Bu da 2 üstü 5-dir. 2 üstü 5 ilə 2 üstü 3-ə böləndə eləyir. Yuxarıda 2 üstü 2. Yəni 4. Deməli, burada nə var imiş? 4 dənə səhifəsi var imiş. Səhifə. Baxaq 59-a. Deyir, ifadəsinin nəticəsi neçə baytdır? Yəni, 2 kilobayt 28. Bu, sizə bir şey deyim. Bu yazılıb 2 kilobayt 28 bayt. 1 manat 50 qəpik kimi fikirləşin. Yəni, 2 kilobayt üzərinə gəlsin 28 bayt, üzərinə gəlsin 134 bayt, üzərinə gəlsin 800 bit. Bu anlamda işlənir əslində. Bu deməkdir. Baytla istəyir məndən cavabı, heç nə. Çevirək də. Bunu bayta çevirməkdən ötürü mən bölməliyəm 8-ə. Bu ixtisar gedir, qalır yuxarıda 100 bayt, düzdürmü? Bunu da kilobaytdan da bayta keçməkdən ötürü nə etməliyəm? 2 üstünə ona vurmalıyım. 2-ni də 2 üstünə ona vuranda eləyəcəkdir 2048. 2048 üzərinə gəlsin. Bununla bunu toplayanda nəsə verməlidir bizə. Deməli, neçə eləyəcək? 100. Deməli, burada 800-də 4 gələndə neçə eləyir? Deməli, 2 yazıram bir yadda. 6, 162 eləyir. Bu da 262 eləyir. 262, yəni buradakı 100-lə bir yerdə. Bunları da toplayanda, deməli, 10, bir də yadda, bir yadda, təzədən 2, 3, 2310 eləyir. Yəni, elə budur cavab. 2310 bayt. Sonra 60. İnformasiya həcmi bu qədər olan ASCII kodlaşdırılmasına yığılmış mətndə neçə dənə simvol olar? Düsturum nə idi? Simvolların sayı vurulsun kiçik n. Simvolların sayını bilmirəm. ASCII standartında 1 baytdır. Bərabərdir 19,5 kilobayta. Kilobaytdan da bayta keçməkdən ötürü buranı 2 üstündə ona vurmalıyım. Tamam. Heç nə. S-i soruşur. S də bərabərdir. Deməli, nə etməliyəm? 19,5-i vurmalıyam 1024-ə. Cavabım nə alınırsa budur. Bunu bir də hesablamaq istəmirəm. Yaxşı, gəlin kalkulyatoruna hesablayaq bir dənə. Deməli, bir dəqiqə. Deməli, 19,5-i vurmalıyam 1024-ə. 19.968. 19.968. Bunu soruşsaq hesablamanın asan yolu varmı? Yoxdur, ancaq belə. Sizə qəbulda belə tipli misal düşəcəyini düşünmürəm. Yəni, belə bir şey olmayacaq. Ona görə də narahat olub ürəyinizi sıxmayın. Bu tip çətin hesablaması olan bir sual düşmür. Sadəcə, mən həmişə uşaqlara deyirəm, sizi başınızı qarışdıracaq sual nədir? Bir-birindən sintez olunmuş suallardır. Məsələn, 7-ci mövzu ilə 2-ci mövzunu qatıb bir dənə sual çıxarda bilər ortaya. Belə suallar ola bilər, yəni. 61.
Deyir ki, informasiya həcmi bu qədər olan ASCII standartda kodlaşdırılmasında yığılsa, mətndən içindən simvol olar, heç nə. Bax, həcm bərabərdir, simvolların sayı vurulsun kiçik n əsasən. Mənim simvollarımın sayı yoxdur. Amma ASCII standartında kodlaşdırıq deyə 1 bayta vururam, bərabər edirəm 0,75 kilobayta. Gəlin bu 0,75-i 4/3 olaraq yazaq. 4/3. Düzdürmü? İndi o zaman buranın da küsündə ona vurmalıyam ki, nə olsun? Sağla sol bərabər vahiddə olsun da, hər iki tərəf bayt olsun. Onda bundan bunu ixtisar aparsam, yuxarıda qalacaqdı 2 üstündə 8. Heç nə, S də bərabərdir 3 vurulsun 256. O da 768 eləyir. Bu artıq əzbər məsələdir. Məsələn, bir də var 3 vurulsun 128. Onun da qiyməti 384 eləyir. Belə. Sonra, bu bəzi vurmalar var ki, onlar artıq işlədikcə yadınızda qalasıdır. 62. Məktəbdə 1000 şagird var. Onların kodu məktəb informasiya sistemində minimal bit sayı ilə qeyd olunub. Konfransda iştirak edən 240 şagirdin kodunun informasiya həcmi neçə baytdır? Minimal bit sayı nə deməkdir? Bax, əgər mənim məktəbimdə 1000 dənə şagird varsa, onda mənim istifadə edə biləcəyim əlifba elə o 1000 şagirdin özüdür. Düzdür? Yəni, mən 1000 şagirdin özündən istifadə edib kodlaşdıra bilərəm. O zaman mənim əlifbamdakı simvollarım 1000 olarsa, kiçik n-in qiyməti 10 bit olar. Yaş hardan aldım? 1000, 2-nin qüvvətlərindən 2 üstündə 9-la 2 üstündə 10-un arasında yerləşir. Biz də həmişə ən böyüyünü götürürdük burada. Ona görə kiçik n-in qiyməti oldu 10 bit. Bunu yazdıq bir qırağa. Konfransda iştirak edən 240 şagirdin kodunun informasiya həcmi neçə baytdır? Baytla soruşur. Deməli, həcm bərabərdir. Simvolların sayı vurulsun kiçik n əsasən. İndi məndə şagirdlərin sayıdır. 240 dənə şagird var. Hər bir şagirdimdə 10 bit informasiya daşıyır. Məndən də baytla soruşduğuna görə bir də bunu bölməliyəm 8-ə. Bunlar ixtisar gedir, qalır burada 30. O da cavab edir 300. 63. ...78 səhifəlik mətnin yazılması üçün 64 simvollu əlifba özü deyir. O zaman kiçik n-im olar 6 bit. İstifadə edilmişdir. Hər səhifə 30 sətirdən ibarətdir. Mətnin informasiya həcmi bu qədər olarsa, hər sətirdə ortaya topla neçə simvol var? Bax, sənin sətirlərin sayı var, səhifələrinin sayı var. 78 dənə səhifə var, 30 dənə sətir var. Simvolların sayını bilmirik, amma bilirəm ki, bir dənə simvolun 6 bitə bərabərdir. O da bərabərdir 8775 bayta. Düzdür? Bu baytı da bitə çevirməkdən ötürü bir dənə də vurmalıyam 8-ə. O zaman x-in qiyməti bərabər olar. Deməli, 8775 vurulsun 8, bölünsün 78 vuraq 30, vuraq 6. Heç nə, gəlin bunu bölək. Neçə eləyir? Bunu hesablamağa vaxtım getməsin deyə kalkulatorla eləyirəm. Deməli, 8775 vurulsun 8 eləyir 70200. Onu da bölməliyəm. 78 vurulsun 30 vurulsun 6-ya. Yəni, cavab eləyir... Yox, bircə dəqiqə. Mən nəyi düz demədim. 78 səhifəlik mətnin yazması üçün 64 simvol əlifbadan istifadə edilmişdir. Hər səhifədə 30 sətir. Gəlin, belə eləyək də. 30 sətirdən ibarətdir. Tamam. Mətnin informasiya bu qədər olsa, hər sətirdə orta hesabda neçə simvol var? Sətirdəki simvolların sayını istəyir. Düzdür, yazılışımız düzdür. Deməli, 8775-i vururam 8-ə. Bu eləyir 70200. 70200. Onu da bölməliyəm. Deməli, 78 vuraq 30 vuraq 6 neçə eləyir? Bu da 14040 eləyir. Düzdür? Deməli, mən 702.000-i bölməliyəm 14040-a. Orada da cavab edir 50. Mən nəyisə səhv demişəm deyəsən. Dəqiqə bir səhv. Deməli.
Burada 0-ın birini artıq yazmışam kalkulyatorda. Cəf. Burada deyir cavab 5. 5. Cavab burada alınır 5. Sonra gələk 64-də. Deməli, nə deyir? Deyir ki, bu suallar əslində bəzi şagirdlərin çaşdırıcı sualdır. Amma riyaziyyatı güclü olan şagirdlər bu suallarda demək olar ki, çaşmırlar. Bir dənə bunun informatika hissəsi budur. Buradır. Ki, vahidləri bərabər eləməlisin. Məsələn, bura bitdi, bura kilobaytdır. Kilobaytdan bitə keçməkdən sonra bunu 2 üstünə oyunca vurmalısan. O zaman olur nə? Bir də bunu 2-nin qüvvətlərini gətirməlisiniz bura ilə buranı. O zaman bu edir 2 üstündə 4-ün qüvvətində x plus 2 böyükdür. 32-nin 2 üstündə 5 vurulsun, x minus 3. Bir dənə də burada 2 üstə 10-ca vurmuşdum ki, hər tərəfi bitə çevirim, düzdür. Onda edir 2 üstündə 4x plus 8 böyükdür. 2 üstündə 5x minus 15 üzərinə gəlsin 13. Aha. İndi buranı mən hesablayası olsam, əsaslar eynisə qüvvət üstlərini hesablamalıyım. 4x plus 8 böyükdür. 5x çıxaq. 15-dən 13 çıxıram, edir 2. Burada indi riyazi məsələdə ümid edirəm ki, orasını artıq aydın məsələdir. Deməli, dəyişənləri bir tərəfə keçirəm, sabitləri bir tərəfə olur burada. X kiçikdir. Deməli, bu da bu tərəfə keçir olur. Neçə? 10. X 10-dan kiçikdir. Mənə deyir ki, ən böyük tam həllini tapın. Ondan kiçik hansı ədədim var? 9 ədədim var. Ən böyük ədədim burada mən 9 qoya bilərəm x-in yerinə. Gələk 65-ə. Deyir ki, 2 üstündə 14 vurulsun. 16-da 1 bit informasiya 50% sıxılandan sonra onun 50% qalır, düzdür? Yəni bunun mən 50%-ni tapmalıyım. Bir də yəni bunu vurmalıyım 2-də 1-ə. Bir də deyir ki, bunu byte-la ifadə edeyim. Bitdən də byte-a keçəndə 2 üstü 3-ə bölməliyəm də, düzdürmü? Bir də burada aşağıda yazaram 2 üstündə 3. Yəni 8-ə bölmək üçün. Heç nə, indi bunu hesablayaram. Bərabərdir. Ümumilikdə hamısını kəsrin qüvvətinə gətirsək, 2 üstündə 14 kəsrin yuxarısında qalır. Bu 16 2 üstündə 4 deməkdir, vurulsun. Bir də aşağıdakı bura ümumilikdə edir 2 üstündə 4. Aşağı 2 üstü 8 elədi. İxtisar gedir, qalır neçə? Deməli, 14-dən 8 çıxanda qalır 2 üstündə 6. Yəni 64. Sonra gələk 66-ya. Deyir ki, 19 megabaytlıq diskə 4096 kilobaytlıq video faylı neçə dəfə tam yazmaq olar? Heç nə. Bax, sizin diskinizin həcmi 19 megabaytdır. Və siz bunun içərisində 4096 kilobaytlıq informasiya yazmalısınız. Ümumiyyətcə, bunu eyni bir ölçü vahidinə gətirirəm ki, hesablama asan olsun. 4096 212 deməkdir. 212 kilobayt. Kilobaytdan da megabayt keçmək üçün 210-a bölməliyəm. Bunlar gedir, qalır burada 4 megabayt. Bu yəqin ki, aydın məsələdir. İndi bunu qoyuram bir kənara. 4 megabaytı tapdıq. Yəni, yazdığımız kimi. 4096 kilobayt bərabərdir 4 megabayta. Onda bunu 4 megabayta bölürəm. Ki, görüm içində 4 megabayt yazmaq olar. Yəni, sənin məsələn 19 kiloqramlıq bir yeşiyin var. Deyir, onun içində 4 kiloqramlıq məsələn daş yerləşdirə bilərsən. Neçəsini yerləşdirə bilərsən. Təbii ki, indi orada reallıqda olan daşı üst-üstə qoyub dərə-təpə düzəltmək olar. Onu daşımaq olarmı? Əlimizdə apara bilərikmi? Yox. Ona görə artıq qalan hissəni çıxardırıq biz oradan. Yəni 19-u 4-ə tam bölünən qiymətini çıxardırıq. Neçə dəfə düşür? 4 dəfə düşür də, düzdür? 4 tam neçəsə eləyir, amma biz burada həmişə 4-ü götürürük. Yəni bunu çox klaster məsələsinə falan qarışdırırlar, amma olmaz. Bunları qarışdırmaq qəti olmaz. Sadəcə məntiqini tutsaz işləmək o qədər də çətin deyil. Gələk o birisinə. Aha, orada qalmışdıq. 67-də. 32 kilobayt 8 vurulsun ki, üstündə x plus 5 aysa bit. Deyir ki, ifadəsində x-i müəyyən edin, eləyək. Gəlmədən bu plusu düzəldək. İndi 32 bir dənə gördüyüm şey nədir bu? Düzdür, bunu dəyişməliyim. Buranı kilobaytı bitə çevirməkdən sonra 2 üstündə 13-ə vurmalıyım.
32 küslü 5 deməkdir. 2 üstündə 5 vurulsun 2 üstündə 13 bərabərdir. 8 küslü 3 deməkdir. Vurulsun 2 üstündə x plus 5. Hər şey okeydir. Hər tərəfi eyni varianta gətirdim. 2-nin qüvvətinə gətirdim. İndi başlayıram hesablamağa. Deməli, 2 üstündə 18 bərabərdir. 2 üstündə qüvvətləri bir topluruq. 3 üzərinə gəlsin x, üzərinə gəlsin 5. Əsaslar eyni olduğuna görə qüvvət üstlərini yazıram. X üzərinə gəlsin 8 bərabərdir 18-ə. X də bərabərdir 10-a. Məndən x-in qiymətini istəyir. O da eləyir cavab 10. Gələk 68-ə. Tak. 12 səhifəlik sənədin son 2 səhifəsində hər birində bir ədəd şəkil, qalan səhifələrində isə mətn var. Deməli, 12 dənə səhifəsi var. 12 səhifənin son 2 səhifəsində şəkil var. Qalan səhifələrində də mətn var. Qalan neçə səhifəm qalır? 10 dənə. 10 dənə səhifəmdə də mətn var. Bunu yazıq bir qırağa. 32 rəngli palitrası böyük yenim 32-dirsə, bu 2 üstündə 5 eləyir. Deməli, mənim kiçik yenim olur. Burada 5 bit. Burada aydın məsələdir ki, bir dənə rəngin dərinliyi, yəni 1 pikselin dəyəri olur 5 bit. Sonra deyir ki, 256 vurulsun 512 pikseldən ibarətdir. Düsturumuz aydın idi. V bərabərdir. A vurulsun B vurulsun kiçik yen. Yəni piksellərin hasili vurulsun kiçik yen. Yazıram V bərabərdir. 256 vurulsun 512 vurulsun kiçik yenin qiyməti də 5 bit. Axırda məndən cavabı nə ilə istəyir? Kilobaytla. Bunu 213-ə bölərəm, hesablayıram. Bunlar gedir. Yuxarıda 17-dir. 16 vurulsun 5, yəni eləyir 80 kilobayt. Bu V şəkildir. Və yadımıza salaq ki, şəkildən neçə dənə idi? 2 dənə səhifədə var idi. Bir də bunu vururam 2-yə, eləyir 160 kilobaytlıq şəkil. Yazıram V mətn bərabərdir. Mətn olan səhifələrin hər birində 10 dənə səhifəm var idi. 32 sətr var. Tamam. Hər sətirdə 64 simvol var. O da tamam. Sənədin həzmi kilobaytla müəyyən edilir. Deyir ki, mətin 256 simvollu əlifbada kodlaşdırılıb. Bunu artıq qeyd edeyim. Bunu qeyd eləməsəydi ASCII standartı götürərdik. Halbuki elə ASCII standartından bu 256 simvol eyni şeyə gəlib çıxır. Yəni böyük yen 256-dırsa, bunu siz başa düşəsiz deyə yazıram. 208 deməkdir. O zaman kiçik yenimiz olur 8 bit, yəni 1 byte. Belə də yaza bilərsiniz. 1 byte-a vururam. Kilobayta çevirməkdən ötürü də 2 üstə byte-dan kilobayt keçirirəm. 2 üstə 10-a bölürəm. Burası sonra gedir, qalır yuxarıda neçə? 20 kilobayt. Məndən soruşur ki, sənədin həcmini tap. 160 kilobaytım şəkili idi. 20 kilobaytım da mətndir. Bunları ümumilikdə toplayanda eləyir neçə? 180 kilobayt. Yəni cavab eləyəcək 180 kilobayt. Gələk 69-a. Qovluqda 3 tip müxtəlif fayl və qovluğun ümumi həcmi 59 megabaytdır. Tamam. Bu fayllardan ikisi birlikdə 2048 kilobayt video. Tamam. Üçü birlikdə bu qədər qrafik, 4-ü isə 3 dənə tip fayl var. Tip olaraq deyir, fərqlidir. Tamam. Deməli, 2 dənə birlikdə olan faylı, məsələn, 2 dənə nə deyir, ikisi birlikdə videodur. Düzdür? 2 dənə video faylın həcmi 2048, arxasında bir dənə 0 kilobaytdır. 3 dənə birlikdə qrafik fayldır. Qrafik fayl bilmirəm nə qədərdir. Buna bir dənə 3x verək. 3x kilobaytla verək. Tamam. Sonra deyir ki, 3 dənəsi birlikdə x kilobaytdır. Tamam, bunu çaşmayaq. 3 dənəsi birlikdə x kilobaytdır. Bu tamam. 4-ü isə birlikdə 4 dənə mətnimdə bərabərdir 12288 kilobayta. Tamam. Qovluqda olan qrafik faylların hər birinin həcmini neçə megabaytdır? Nəzərlərim ki, qrafik faylların hər biri eyni həcmlidir. Ümumilikdə də bunların həcmi 59 megabaytdır. İndi yoldaşlar, burada əslində çətin bir şey yoxdur. Nə mənada? İndi gəlin sizə belə bir şey izah edeyim. Bax, bunların hər birini megabayta çevirə bilərəm. Bu. Bir dəqiqə bunu 6-ya bölüm. 6-ya bölsəm, deməli 2. Yox, 6-ya bölməyək, gəlin. 2-yə bölsəm 6144 edir. 2-yə bölsəm 6144 edir. 6144-də 6 vurulsun 210 deməkdir. Deməli, bu 12 vurulsun 210 deməkdir. Bunu tapdıq. Bax, burada bu. Bir dəqiqə, nəsə şar eləyək ki, görək.
Bura 2 üstündə 11 deməkdir. Mən bunu 2 üstündə 10-a bölsəm, qalır burada 2 megabayt. Düzdür? Sonra bunu 2 üstündə 10-a bölsəm, bunun özü də 12 vurulsun 2 üstü 10 deməkdə. Bunlar qısa gedir, qalır burada 12 megabayt. Mən bunu hesablayıb tapa bilərəm ki, mənim qrafik faylımın bir dənəsinin həcmi nə qədərdir? Çünki məndən hər birini istəyir, bir dənəsini istəyir. Ümumilikdə bu. İndi mən bunu nətər yazıram? Yazacağam ki, deməli, 2 megabayt üzərinə gəlsin 12 megabayt. Bir də üzərinə gəlsin x kilobayt. Və yaxud da mən bunu 3 qrafik yazacağam. 3 qrafik. Bərabərdir 59 megabayta. Heç nə hesablayıram. 3 qrafik bərabərdir. Bu ikisi toplayıram 14. 14 bu tərəfə keçəndə eləyir neçə? Deməli, 45 megabayt. Qrafik faylımın da bir dənəsi olur 15 megabayt. Amma məndən cavabı nə ilə istəyir? Hər biri neçə megabaytdır? Hə, megabaytla istəyir. Eləsə, cavab edəcəkdir 15 megabayt. 2 dəqiqə. Nəysə düz demədim deyəsən. Deməli, burada 2 dənə video fayl birlikdə. Və bu 211 bir də vurulsun bunun 10-u var. 10-u var, ona görə bu eləyəcəkdir 20. Düzdür? Bu 32 eləyir. 32. 32. 50-dən də 32 çıxanda neçə eləyəcəkdir? 27. Hə, burada bir dənə bunu hesab. Bu 2048-in arxasına yadımdan çıxdı, diqqət eləmək. Gördüm indi. Nəsə düz gəlmir. Yox. İndi düzəldi. Deməli, bu eləyir, yoldaşlar, 32 megabayt. Üzərinə gəlsin 3 qrafik bərabərdir 59 megabayta. Bunlar çıxanda deməli 3 dənə qrafik bərabərdir 59-dan 32 çıxanda eləyir 27 megabayta. Bir dənə də qrafikim bərabərdir 9 megabayta. Hə, indi ödədi. İndi düzdür. Tak. Baxaq 70-ə. 4 üstündə 2 üstə gələk x kilobayt bərabərdir 64 megabayta. Məndən soruş ki, bu tənliyi həll eləyək. Okay. Hər iki tərəf bərabərləşdirmək lazımdır. Kilobaytda megabaytda. Buranı 2 üstündə 10-a vuraram ki, hər iki tərəf bərabərləşsin. Bura 2 üstündə 2 olduğuna görə bir də 2 plus x. Riyazi hissədir, başqa işlə eləmirəm. Bərabərdir 64, 2 üstə 6-dır. Bir də vurulsun 2 üstündə 10 şəklində yazsam. Bu ilə 2 üstündə 4 üstə gəlsin 2x. Bərabərdir 2 üstündə 16-ya. Əsaslar eynidir, qüvvət üstlərinə baxıram. 4 üzərinə gəlsin 2x bərabərdir 16-ya. 2x də bərabərdir 12-yə. O zaman x-in də qiyməti bərabərdir 6-ya. Yəni 70-də cavab olur 6. Gələk 71-ə. Nə deyir? Deyir ki, 8 üstündə 3 üstə gələk x kilobayt bərabərdir 32 vurulsun 2 üstündə 20 bitə. Deyir, bu tənliyi həll eləyin, eləyək. 2 üstündə 3 deməkdir. 3 plus x. Bir də sizə bir şey deyim. Bura kilobaytdır, bura bitdi. O zaman bunu 2 üstündə 13-ə vurmalıyım ki, bərabərləşsin. Vurulsun 2 üstündə 13. Yəni bu tərəf bit oldu. Bu tərəfə baxıram. 2 üstündə 5 vurulsun 2 üstündə 20. 2 üstündə 9 üzərinə gəlsin 3x vurulsun 2 üstündə 13. Bərabərdir 2 üstündə 25-ə. İndi bunları hesablayaq. Əsaslar eynidir deyə qalan heç nəyə dəymirəm. Zaten bilirsiniz ki, bunlar da vurulanda qüvvət üstləri toplanılır. Yəni olacaqdır 3x üzərinə gəlsin 13 üstə 9 gəlirəm. 22 bərabərdir 25-ə. 3x bərabərdir 3-ə. X də bərabərdir 1-ə. Bəli. 72. ASCII-də kodlaşdırılmış sözlər və onların informasiya həcmləri arasındakı uyğunluğu müəyyən edin. Eləyək. ASCII-də kodlaşdırılırsa bir informasiyanın dənəsinin simvolunun həcmi 1 bayta bərabərdir. Bax, birinci sözüm nədir? Kompüter, düzdür. Yəqin ki, yağışın səsini eşidirsiniz. Yağış yox da şimşək. 1, 2, 3, 4, 5,
6, 7, 8 dənə simvolum var. 8 simvol vurulsun 1 bayt yazmalıyım. O zaman ya 8 bayt eləməlidir. Ya da bunu bitə çevirib 64 bit şəklində də yaza bilərəm bunu. Bu birinci. Hələ ki qalsın, izah edirəm. İkinci, printer sözünə neçə simvol var? Heç bir də yazmıram printer sözünü. Deməli, 3, 6, 7 dənə simvol var. 7 simvol vurulsun ya 1 bayt eləyəcək 7 bayt. Ya da 7 dəfə 8 eləyəcəkdir 56 bit. Yəni, bu ikisindən biri olmalıdır. Üçüncüdə, information sözündə neçə dənə simvol var? 3, 6, 7, 8, 9, 10, 11 dənə simvol var. 11 simvolu ya vurmalısınız 1 bayta, eləyəcək 11 bayt, ya da eləyəcək 88 bit. Yəni, burada elə olur ki, bir variantı bir neçə cavab variantda uyğun gəlir bir suala. 1, 2, 3 yazıram, baxaq. Deməli, birinci ya 8 baytdır, 8 baytım varmı? Var. Ya da 64 bitdir, 64 bitim yoxdur. İkinci, ya 7 baytdır, 7 baytım yoxdur, 56 bit varmı? Var. B. Üçüncüyə ya 11 baytdır, 11 bayt varmı? Yoxdur, 88 bit varmı? Var. D. Cavab olur C, B, D. Hər ikisini də hesablayın ki, yəni ikisi də qabağınıza çıxa bilər, böyük ehtimal ki, çıxır da. Deyir ki, information sözünün kodlaşdırıldığı əlifbada informasiyanın həcmini müəyyən edin. Aha. Gəl monitor eləyək. Ləğv edin. Oy. Dəqiqə. Bir dəqiqə mən videonu dayandırım. Deməli, burada qalmışdıq. Davam eləyək. Deməli, ay yoldaşlar, əslində bu 73-cü sualda asan sualdır. Deyir ki, bu sözün kodlaşdırıldığı əlifbada bax, information sözündə in, for, neçə simvol var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə simvol var, düzdür? Yazıram bura, simvolların sayı bərabərdir 11-ə. Qol. Deyir ki, kodlaşdırıldığı əlifbada informasiya. Artıq burada əlifbalarınız dəyişir. Məsələn, birincidə sizin əlifbanız Unicode-dur. Unicode-da bir simvolunuz ya 2 bayt yazmalısınız, ya da 16 bitlə kodlaşdırmalısınız. O zaman sənin 11 bit hesabına görə olacaq sənin informasiyanın həcmi 22 bayt, ya da bir də onu vurmalısınız 8-ə. Düzdür? Yəni, bitə çevirmək mənasında da. Bunu da bitə çevirəndə heç nə. 22-ni 8-ə vuranda eləyir neçə? 8, 6, 1 yadda 176 bit. Heç mi 3 rəqəmli cavab da yoxdur. İkincidə 64 simvollu əlifbaya görə, böyük yenə əgər 64 olarsa, onun sənin kiçik yenə olacaqdır 6 bit. 6 bit olduğuna görə sənin də 11 dənə simvolun var. 11 simvolu 6 bitə vursaq, eləyəcəkdir 66 bit. Heç bunu bayta çevirə bilmirik, 8-ə bölünmür. Üçüncüdə 26 simvol deyirsə, 26 2-nin qüvvətlərindən neçənin arasında yerləşir, ona uyğun tapırıq. 4-dən küsdür 5-in arasındadır. Ona görə kiçiyinin qiyməti olacaqdır 5 bit. 5 bitdir, sənin də 11 dənə simvolun var. 11 simvolun da 5 bitdən eləyəcəkdir 55 bit. 55 bit. Yəni, indi cavabları uyğunlaşdırıq. 1, 2, 3. Deməli, birincidə 22 bayt, yəni B variantı. İkincidə 66 bit, yəni Y variantı. Üçüncüdə də 55 bit, yəni A variantı. Cavab edir B, Y, A. Bu da bizim variantımız. Bəli, bugünkü dərsimiz bu qədər. İnşallah ki, sizin üçün faydalı oldu. Videoların davamının gəlməsi üçün kanala abunə olmağı, videonu bəyənməyi, şərh yazmağı və dostlarınızla bölüşməyi unutmayın. Hər birinizə təşəkkür edirəm. Sağ olun. Hələ deyəcəyim, gecəniz xeyrə qalsın. Mənim üçün gecədir. Siz hansı vaxt baxırsınızsa, həmin vaxtınız xeyirli olsun. Sağ olun.